президенти Canab Arkadiy Dvorkovich. And now let's welcome to the stage Mr. Arkadiy Dvorkovich, President of the International Chess Federation. Thank you. Salam Baku. Good evening, everyone, ladies and gentlemen. Congratulations with successful completion of the International Chess Festival Baku Open 2026. And as I do not speak Azerbaijan, I'd like to ask my colleagues to help me with the translation. Akşamınız xeyir. Bugün Baku Open 2026 Beynəlxalq Şahmat Festivalının yekun mərasimində sizinlə bir arada olmaq mənim üçün məmnundur və hər kəsi uğurlu yekunla bağlı təbrik edirəm. On behalf of FIDE, our deepest appreciation of the support provided by the Azerbaijan Chess Federation, President Mamedov, the Ministry of Youth and Sport, its Minister Farid Gaibov, and of course all the partners that enabled to host this beautiful tournament. Həmçinin də istərdim bu gözəl tədbirin təşkili belə uğurlu alınması münasibətilə FIDE adından istərdim cənab Mahir Məmmədova, Azərbaycan Şahmat Federasiyasına və həmçinin də İdman, Gənclər və İdman Naziri cənab Fərid Qayıbova və partnyorlara təşəkkür bildirmək istəyirəm. I'm happy to see here the presidents of our federations, the European Chess Union, the presidents of national chess federations, my colleagues in the FIDE management board, who do a lot, really a lot to develop chess in their own countries and globally. And the examples of Azerbaijan and all the countries that are present here are really excellent and provide a basis for moving forward in the future. Və həmçinin də burada bizimlə Avropa Şahmat İttifaqının prezidenti və digər yüksək səviyyəli nümayəndələr də var və icraya şuranın da üzvləri də var və bu o deməkdir ki, həmin ölkələrdə şahmata böyük diqqət verilir və Azərbaycan da öz misalında, öz timsalında, yəni bunu bir daha nümayiş etdirir və düşünürəm ki, bütün bu göstərilən səylər və fəaliyyətlər şahmatın inkişafına böyük töhfə verir. Of course, congratulations to all the players and in particular the winners.